Nemət Gəncə hadisələrinə gedəndə bığlıdır. Orada bir gün mən Gəncə hadisələrində yatan tutulanların Yura Süleymanovun, Nəçən İştabı idi Sürətin, İlqar Səfxanovun Gəncədə çox tanınmış, hörmətli adamlardır. O Lilosundan tutmuş, Dəli Qəmbərindən tutmuş, Dovşanından tutmuş, hamısı mənim yanımda, türmədə mənim yanımda olublar. Onlar hər şeyi mənə bilirəm, mən danışıblar mənə. Nemət oraya gedəndə, Nemət deyir ki, məni böyük hörmətlə qarşıladılar, Sürət qardaşları onun evində qalıbdım. 10 gündən evində qalıbdım. Neməti oraya gedən günü tutub gətiriblər Sürətin qabağına. Deyiblər ki, bax, Nemət səndən görüşmək istəyir. Deyiblər, bu kişi dərcə bığını qırxır. Nemətin orada videolara baxın da, Nemətin həmin vaxtda bığı yoxdur. İndi deyir ki, bığımı kəsib, qırxırdım, əyri getdi. İndi 65 yaşı var, 65 ildə bir dəfə bunun bığı əyri getmədi. 4 yanvar, iyun günü bığı əyri getdi, bığını kəsdi. Nemət bığını qırxıblar orada. Məhkəməyə verərik siz. Versin də. Elə mən də istəyirəm versin. Versin mənə, mən onun subutunu tam. Mənim subutda adamlarım var, hə. Mən ona adam tabarım. Mən onu demək istəyirəm ki, bu iyun hadisələrində Nemət ona qaçırdı, onun qabağına buna qaçırdı. Mən onu deyirəm ki, o atalar sözü var, deyir ki, ya ovu dedi, ya da ovçu. Ovu ovçuya aparın, tula olma. Atalar misalıdır. Onun sizə adiyyatı yoxdur. Mənim efrimdə səsləndir. Mən belə ifadələr istəmirəm, mənim efrimdə səsləndir. Allah köməyi olsun. Yəni, bu günləri ölmüş, dünyadan köçmüş bir adamı ləkələməklə, ona təhqiramiz sözlər deməklə, onu alçatmaqla, özünü yuxarı qaldırmaq istəyirsə, heç vaxt bacara bilməz bunu. Nemətin kitabı bağlanır, Nemətin elədiyi hərəkətlər, o vaxtları epizodik olaraq haradasa keçə bilərsə, lazım idi, vardı. Bu günləri Nemət 10 nəfər yıxsın, gətirsin, desin ki, bax, bunlar mənim tərəfdarımdır. 1000 nəfər yığmasın, mən adımı dəyişərəm. Yıxsın da. Aydındır. Və lakanik bir suala cavab istəyirəm. Kim idi Nemət Pənahlı hərəkat dövründə? Çünki burada bax bir fikir səsləndirilib. O mənim WhatsApp-ma yazan adam KQB-nin planını Əbülfəz Əliyev icra edib, Nemət Pənahlı isə pozub cümləsini bir qırmızı xətlə keçirir. Nemət Pənahlı Şərurda 7-ci sinifdən, 8-ci sinifdən məktəbdən çıxıb, gecə məktəbində, Şərur rayonunda, gecə məktəbində adını çəkmək istəmirəm, mənim qohumlarımın vasitəsi ilə atistət alıb. Heç orta məktəbi də qutarmayıb bu adam. Bunu gətirib, o biri məsələ də var, Neməti o müşaviri qoymuşdular, onu Heydər Əliyev qoymamışdı, onu Sürət Hüseynov qoymuşdu. Orada da hüquq fakültəsinə qəbul elətdirmişdilər Nemət. Nemətin asistatı gecə məktəbinin asistatıdır. Mən dedim də kim veribdi ona. Nemət savadsız, orta məktəbi gecə qutaran, gecə kimlər oxurdu bilinir də. Universitetə adını gedib yazdırmış, özünün ən böyük deyir ki, mən prezident aparatında otururdum. Ən böyük ündə vəzifəsi müşaviri olan, ben bir daha sizə bir söz deyim, bax, hakimiyyətə gələndə, Naxçıvanda belə bir hadisə oldu da, Heydər Əliyev gəldi, Ali Məclisin sədri oldu, Heydər Əliyev tərəfdarlarından bir dənə qadın var idi, adını da yadımdan çatmışam, mitinglərdə də belə qışqırırdı eləyirdi, ona indi nə vəzifə verəcək Heydər Əliyev, bu kimdir, bazarda üstü satırlam neydi? Bunu qoydu Pekarnıda qapçı. Gedində Pekarnıya da tapşırırlar ki, müdürlər ki, gedində buna gündə 5 dənə çörək verin, aparsın. 3 dənə də oğruyub satırdı orada. Bu xoşbəxt oldu. Nemət də bu apardığı bütün bu mübarizələrin pik nöqtəsi olaraq müşaviri oldu. İndi Nemət vəzifə istəyir. Ay İlham Əliyev, ay prezident, ay Ali Başkomandan xahiş edirəm, mən heç vaxt xahiş eləməmişəm. Xahiş edirəm bu Nemətə bir dənə müşaviri vəzifəsini verir. Sizin də canınız qutarsın, bizim də canımız qutarsın. Bu vəzifə istəyir. Sürət Hüseynovla da tanıyıram. Sürət Hüseynovla bunları heç bir formada bir tərəziyə qoymaq mümkün deyil.
Sürət Hüseynov şəxsiyyət baxımından da, ləyaqət baxımından da, cəsarət baxımından da, kişilik baxımından da, insanlıq baxımından da bunların hamısından üstün adamdır. Birinci düşün, mən getmişəm, bunlar mənə zəhər vermişdilər türmədə. Ora qayıtmayın, getmişsiniz, gəlmişsiniz Allah. Gəncəyə getmişəm, nəyə ki, Sürətin mənə deyiblər ki, Sürət səni göydə axtardı, Sürətin atası rəhmətə gedibdi. Demişsiniz bundakı sözü. Mən getmişəm bir anlıqda Sürətin atasını... Bir də Sürəti öldürmək üçün getmişim, o qədər özdən salmışlar. Onlara həmi qoymuşsuz danışmam, deyirəm ki... Demişsiniz, onu götürəm. Demişim, onu demədə. Sualdan qaçmayın. Qaçmıram, sualdan mən təsəvvür elə ki, deyirəm. Mən getmişəm Sürətin atasının hüzuruna. Sürət Hüseynov da hüzurdədir. Mən konkret Sürətinə yaxın adamı ilə getmişəm hüzurə. Sürət orada mən nətər deyib tutub gəlib Sürət hansı şəxsiyyətin sahibidir ki, Sürətin nə daxili var ki, mən saqqal qoymuşam, bıq qoymuşam, adamın kimisə üzür yerinə gedəndə. Kadrlarda güy var ki, siz gedəndə bundan getmişsiniz, qaydanda bulunmuşsunuz. İmkan ver deyim də. Bu cür mən getmişəm birinci dəfə Sürətin atasının üçündə. Sizə də dediyim kimi, bunlar da qara piyər aparıb, həqiqətən də orada da öyrənmişəm ki, yalandır, qayıdıb gəlmişəm Bakıya. Etibar bəylə danışmışam, oradakı yaranmış situasiyanı görmüşəm, getmişəm ondan sonra Naxçıvanda Heydər Əliyevə vəziyyəti izah eləmişəm, belə getmişəm, onunla mən bığımı nə vaxt qırmışam, saqqalımı deyirəm, həmin dedim, bizi göndərdi Sürətə, dedim ki, sənin tərəfindən Azərbaycan ordusuna atılsa, mən səni bağışlamayacam, Sürət mən göndərdi bura, keçən dəfə danışmışam, həmin Sürət mən burada göndərdi, şəhəri tezdən gəldi ki, qırğın olubdur. Mən qayıtmaq istəyirəm, mənim qaynatamla da biz dost olmuşuq, silahdaş olmuşuq, sonra qohum olmuşuq. Onda bu bütün variyyatlara vardı ki, yol bağlanıbdır, qırğın olubdur, qoymur mən getməyə. Təzədən Gəncəyə qayıtmağa qoymur. Axırda təsəvvür elə ki, gördü ki, qeyri-mümkündür. Qabağında diz çöküb ki, yaxşı gedirsən, heç olmasa yolda sən vuracaqlar da, cəbhəsilər öldürəcəklər. Üzüyü qırıq, qırımlə, bir şeylə get. Yolda sən qoymayacaqlar. Surət mi? Qaynatam, evimizdə, Bakıda. Bu cür məni artıq yalvarıbdır. Ki, mən gedəcəm, yolda mən görürəm, yolda bağlıdır, axı, buradan orada qırğın olubdur, burada bu tərəfdən hakimiyyət ordusu, o tərəfdən. Məni belə qaynatam evimdə məcbur eləyibdir, yalvarıbdır. Mən də üzümü qırmışam, həqiqətən də bundan da səviyyəsi yox idi. Mən buradan tezdən evimdə üzümü qırmışam. Başıma da bunu qoymuşam, buradan qayıtıb getmişəm Gəncəyə. Yəni, bunlar bu qədir şərəfsiz və tərbiyəsizdir. Göz Sürət Hüseynov, mən Sürət Hüseynovun, mən ondan sonra baş nazir olubdur, mən prezident apardım, yeni mən saqqalımı saxlamışam, yeni mən, yəni saqqal saxlamaq, bu qırtdırmaq şərəfsizlikdir. O da yəni Sürət Hüseynov, bunlar özləri kimi, mən birinin atasının üzrünə getmişəm. Kim necür getmişsin? Ona nə daxil var ki, mən saqqal saxlayıram, saqqal saxlamıram. Yəni, Sürət də ən azın eftirdən də görürsünüz da. Sürət də mənə həqiqətən də o meydandakı neymət kimi müraciə eləyibdir. Ona Sürət Hüseynovun mən saqqalımdan nə işi var, mən boğumdan nə işi var. Mən onu getmişəm, ən ağır vəziyyətində dəstək olmuşam. Bax, bunlar bu qədər şərəfsiz adamlar. Və indi Azərbaycan xalqı görsün ki, mən ölkəni, milləti kimlərdən xilas eləmişəm. Aydındır, Neymət bəy. O ki qaldı, o biri şeyləri, Ləman xanım, bunu mən də deyirəm, burada aylarla, saatlarla mən danışayım, mən bunlara bir daha deyirəm ki, onlarla bundan sonra mən xalqa söz vermişəm, xüsusən Güneyli soydaşlarımıza söz vermişəm ki, mən bir daha pənah kimi, ümumiyyətlə bu şeylərdən debata çıxmayacam. Təklifim budur, bax siz bunu təşkil eləyin. Danışdığım mən, o dediyim mən sübutlarla gətirdim ki, hamısı böhtandır da. İndi o da çıxsın məndə, xalq səfəsindən... Çıxın, deyəndə ki, bir üzə çıxın, yamanı belə qoymayın bu ortalıqda. Mən xalq səfəsinin bu günlərdə iddia edirəm ki, xalq səfəsini yaradan da KGB idi. Aydındır. Onu hazırda gələn də KGB idi. Bütün detallarında sürət etməyə hazıram. Bunlar da və xalq səfəsinin də içində 100 minlərlə milli azadlıq fədailəri olduğu halda Əbülfəz bəy bunların Mir alimlərin, Xəlil Rızaların, Hatəmlərin 100 minlərlə milli fədailərin haqqını yeyib. Neymət Pənahlıları Siyavuşların əlindən öldürtürmək istədi. Pənahın əlindən öldürtürmək istədi. Və Pənahın da bir dəfə əvvəz Zeynalullah şahididir. Qızışdırdım, Laman xanım, indi bura qaydarıq. Dedi ki, səni də öldürəcəkdik. Səni də Etibarı da öldürəcəkdik, Rəhimi də öldürəcəkdik. Sizin qanununuz arasına sürət girdi. Xeyr ola, bu adam mən gəlib, mən nə idim ki, Pənah kimi
bir necə deyim, bir agent, bir insan gələcək, hakimiyyəti alacaq hələ. Bu da gedəcək, getdilər, Alam Şahı məhv elədilər, Azadlıq batalyonu dağıtdılar. Getdilər, indi bunların iddiası odur ki, biz gəlmişdik sürəti öldürməyə, sürət niyə qoymadı ki, biz onu öldürək? Biz Neyməti öldürmək istədik, niyə öldürmək? Mən, Ləman xanım, 89-cu ildə Əbülfəz bəylə mənim son söhbətim olub. Son söhbətdə Əbülfəz bəyə mən verdiyim sözü yerinə yetirmişəm. Sizin üçün də, cəmiyyət üçün də maraqlıdırsa, mən həmin söhbətdə də Əbülfəz bəylə mənim necə görüşmüşəm, necə ünsiyyətim olubdur, niyə ayrılmışıq, danışarıq. İnşallah.